ABŞ prezidenti Donald Trump konqresdə illik çıxışı zamanı İranla bağlı danışarkən bildirib ki, onlar artıq Avropanı və xaricdəki bazaları təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-yə çatacaq raketlər yaratmaq üzərində işləyirlər. Bəs həqiqətən də İranın ABŞ-yə çata biləcək raket imkanları varmı? Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Today Press TV-yə danışarkən bildirib ki, İranın uzun mənzilli raket sınaqları regionda gərginliyi artırsa da, məsələ hərbi deyil, siyasi diplomatik müstəvidə həll olunmalıdır. İranın Rusiya ilə razılaşma əsasında 10.000 kilometr məsafə qət edən raketi sınaqdan keçirməsi və onun hədəfə çatması ABŞ-nin narahatlığını artırıb. Donald Trumpın İranın raket proqramı ilə bağlı səsləndirdiyi fikirlər müəyyən reallıqlara söykənir və Tehran bu sahədə yeni mərhələyə keçib, deyə analitik xatırladıb. Siyasi şərhçi vurğulayıb ki, İran uzun mənzilli raketləri ilk növbədə müdafiə məqsədi ilə hazırladığını bildirir və öz təhlükəsizlik sistemini gücləndirməyə çalışır. ABŞ isə İranı öz milli təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirir və buna cavab olaraq sanksiya siyasətini sərtləşdirir. Tofiq Abbasov əlavə edib ki, son illər ABŞ tərəfindən tətbiq olunan sanksiyalar təkcə iqtisadi sahəni deyil, həm də dövlət rəsmilərini və hətta alimləri əhatə edir. Onun sözlərinə görə Davosda ABŞ Maliyyə naziri Scott Bessent İran valyutasının zəifləməsində Vaşinqtonun rolunu açıq şəkildə etiraf edib və təzyiqlərin davam edəcəyini bildirib. İki ölkə arasında münasibətlər hazırda antagonizm mərhələsindədir və kompromis imkanları zəifləyib. Ekspert sonda bildirib ki, əgər tərəflər geri addım ataraq dialoqa başlamasalar, qarşı durma daha da dərinləşə və hərbi toqquşmaya çevrilə bilər.